Salam uşaqlar. Əyləşin. Uşaqlar, bugünkü dərsimiz mövzusu Qarabağın qızıl işçiləri, arıçılıq və müasir texnologiyalar. Bu video Qarabağdan çəkilmişdir. Qarabağda arıçılıqla məşğul olan insanlar haqqındadır. Siz burada arıları görürsünüz. Bu arılar necə fayda verir təbiətə? Biz bu günləri onu öyrənəcəyik və arıların niyə məhz həndəsi fiqur olan 6 bucaqlıdan istifadə etməsini araşdıracağıq. Mənim əlimdəki bu fiqura diqqət yetirək. Fiqurda nə görürsünüz? 6 bucaqlı deşiklər. 6 bucaq, bəli. Eyni də biz ekranda gördüyümüz təbiətin riyaziyyatı birlikdə nəyi başa düşürük? Uşaqlar, biz sistemin hansı hissəsində bunu öyrənə bilərik? Sistemin ən tərəfində öyrənə bilərik və bu həm də təbiətin riyaziyyatı. Tamamilə doğru. Təbiətin riyaziyyatı. Uşaqlar, mən sizə indi arının anatomiyası haqqında danışmaq istəyirəm. Əvvəlcə gəlin, sizin dizayn etdiyiniz üstə qələmlə olan bu arı haqqında danışaq. Uşaqlar, biz işləyən zaman 3D qələmlə istifadə edəcəyik. 3D qələmlə plaqdan istifadə edirik. Həmin filamentlər ekoloji cəhətdən təmizdir və ona görə də məktəblərdə filamenti istifadə olunur. Bu filamentlərdən indi istifadə edəcəyik və biz çiçəklər hazırlayacağıq. Bugün biz şagirdlərlə sadəcə bir mövzunu öyrənmədik. Bir neçə fənni, riyaziyyat, biologiya, mühəndislik, incəsənəti bir araya gətirərək vahid bir həlli yolu yaratdıq. STEM-in gücü də elə məhz bu inteqrasiyadadır. Şagirdlərin bu dərsdə qurduğu layihə əslində real dünyada qarşıya çıxacaq çətinliklərin kiçik bir simulyasiyasıdır. Onlar artıq problemi görən deyil, onu həll edən fərdlər kimi yetişirlər. Bugün 3D modelləşdirmə ilə məşğul olan və ya sadə bir dövrə quran şagird sabahın mürəkkəb texnoloji sistemlərini anlamağa hazır olur. 3D printerlər, lazer aparatları şagirdlərin nəzəri biliklərini fiziki obyektlərə çevrilməsinə imkan yaradır. Biz STEM müəllimlərinin məqsədi təkcə şagirdlərə texnologiyanı öyrətmək deyil, texnologiyadan istifadə edərək dünyanı daha yaxşı bir yerə çevirə biləcək işıqlı zəkalar yetişdirməkdir.